Əziz müəllimlər, dəyərli şagirdlər və kanalımızın hörmətli izləyiciləri, hər birinizi xoş gördük. Mən Azərbaycan dili və ədəbiyyatı müəllimi Fərmin Hüseynzadə. Bu gün Azərbaycan dili fənni üzrə imtahanlarda, sınaqlarda və dərslərdə qarşınıza ən çox çıxan, əksər hallarda isə ciddi çaşqınlıq yaradan bəzi məqamlara aydınlıq gətirəcəyəm. Kanalımızda Qızıl Qaydalar adlı tamamilə yeni və xüsusi bir video seriyasına başlayırıq. Bu seriyanın məqsədi nədir? Azərbaycan dili fənnindən qarşınıza çıxa biləcək, imtahanda daha çox istifadə olunan, lakin tez-tez səhv salınan qaranlıq məqamları və istisnaları bir yerə toplamışıq. Uzun müzakirələr yerinə birbaşa nəticəyə aparan qısa, konkret və yadda qalan qaydaları sizə təqdim edəcəyik. Bu, Qızıl Qaydalar seriyamızın ilk videosudur. Bu videoda Azərbaycan dilinin təməl mövzularından başlayırıq, fonetikadan bəzi məsələlərə toxunacağıq. Dərsin izahına keçid etməzdən əvvəl bir xatırlatma edək. Qızıl Qaydaların davamı üçün kanalımıza abunə olmağı, videonu bəyənməyi və paylaşmağı unutmayın. Növbəti videolarda hansı mövzulardan Qızıl Qaydalar görmək istəyirsinizsə, rəy bölməsində yaza bilərsiniz. İndi isə izaha keçək. İlk olaraq Avropa mənşəli sözlərdəki qoşa o saytinin tələffüzü ilə bağlı məsələlərə toxunacağıq. İlk olaraq Avropa mənşəli sözlərdəki qoşa o saytinin tələffüzünə toxunacağıq. Qeyd edim ki, qoşa o saytinin tələffüzü ilə bağlı şagirdlər, abituriyentlər, eyni zamanda müəllimlər belə bəzi məsələləri qarışdırırlar. Belə ki, qoşa o saytinin təkcə A səsi ilə tələffüz olunduğunu deyirlər. Gəlin bu məsələyə nümunələr üzərində baxaq. Məsələn, kooperativ. Bu sözün düzgün tələffüzü kooperativdir. Qoşa o sayti bir A kimi tələffüz olundu. Başqa bir nümunəyə nəzər salaq. Koordinasiya. Koordinasiya sözü koordinasiya formasında tələffüz olunur. Lakin qoşa o saytının yalnız A sayti kimi tələffüz olunması yanlış fikirdir. Nəyə görə? Biz zoopark sözündə də qoşa o saytının olduğunu görürük. Lakin bu bizə əsas vermir ki, həmin sözdə də qoşa o saytını A kimi tələffüz edək. Əgər edərsək, yanlışlıq etmiş olacağıq. Zoopark deyə bilmərik. Gəlin həmin sözü qeyd edək. Zoopark. Bu sözün düzgün tələffüzü zoopark formasındadır. Biz bir qaydada öyrənmişik ki, eyni cinsli qoşa saytlər yanaşı gələndə iki qoşa saytdən biri düşür, digəri uzun tələffüz olunur. Düzdürmü? Və burada biz həm o saytının uzun tələffüz olunduğu nümunəni gördük, həm də qoşa o saytının sadəcə o səsi formasında uzun tələffüzünü müşahidə etmiş olduq. Yəni, tək iki o saytının tək o formasında tələffüzünü müşahidə etdik. Bu qəbildən olan başqa bir nümunəyə baxaq. Zoologiya. Bu sözün düzgün tələffüzü zoologiyadır. Adətən bunu zoologiya formasında tələffüz edənlər var. Bu yanlışdır. Bu sözün düzgün tələffüzündə yazılışda olan qoşa o saytlərindən biri düşür, digəri isə uzun tələffüz olunur. Eyni zamanda həmin o saytı A saytına keçmir. Təbii ki, ilk baxışdan çox sadə bir qayda kimi görünsə də, şagirdlər və abituriyentlər, daha çox da ibtidai sinif müəllimləri bu məsələni qarışdırırlar. Ona görə də bunu xüsusi bir başlıq altında təqdim etdim ki, artıq bu məsələdə çaşqınlıq yaşamayasınız. İndi isə lövhəni təmizləyək. İkinci toxunacağımız məsələ isə AI, IA, IE, EI və IO yanaşı saytlərinin işləndiyi alınma sözlərin tələffüzü ilə bağlıdır. Təbii ki, biz o qaydadan danışmayacağıq, ümumi olaraq həmin qaydanı izah etməyəcəyik.
Sadəcə olaraq həmin qaydada bir çaşdırıcı məqam var. Onu diqqətinizə çatdırmaq istəyirəm. Biz bilirik ki, həmin qeyd etdiyim sait hərf birləşmələri arasına, həmin sait hərf birləşmələrini ilk növbədə qeyd edək. Biz bilirik ki, həmin sait hərf birləşmələrinin tələffüzü zamanı, yəni həmin sait hərf birləşmələrinin işləndiyi sözlərin tələffüzü zamanı həmin saitlərin arasına y samiti artırılır. Yəqin ki, bu qaydanı hər biriniz bilirsiniz. Bizim burada qeyd edəcəyimiz məsələ isə y samitinin artırılması ilə bağlı deyil. Belə ki, gəlin bir nümunə üzərində izah edək. Faciə. Təbii ki, bu sözün düzgün tələffüzünü qeyd etmək istəyən şəxs bunu yazır faciə formasında. Düzdürmü? İ-ə sait hərf birləşməsi burada var və həmin o İ-ə sait hərf birləşməsi arasına y samiti artırdı. Tamamilə doğrudur. Lakin burada bir məsələyə də diqqət yetirməyə vacib idi. A saitinin uzun tələffüz olunması. Yadınızda qalsın ki, əgər hər hansı bir sözün tələffüzündə sait uzanması varsa, səs uzanması varsa, o düzgün transkripsiyada göstərilmirsə, həmin sözün tələffüzü yanlış hesab edilir. Həmçinin burada da faciə sözündə göstərilmədiyinə görə yanlış tələffüz edilmişdir. Biz burada, yəni bu qaydanı tətbiq etmək istəyən şəxs, bu qaydanı tətbiq etmək istəyən müəllim, şagird, abituriyent, hər hansı biri fokuslanır İ-ə sait hərf birləşməsinə y samitinin artırılmasına. Sadəcə fokusu yalnız bir istiqamətdə deyil, ümumən sözün ümumi tələffüzünə fikir verməklə daha rahatlığına tapmaq olar. Yəni sözü düzgün tələffüz edərkən həmin sözün tərkibində olan bütün səs dəyişməsi, səs artımı, səs düşümü vəziyyətlərinə baxmaq lazımdır. Eyni zamanda səs uzanmasına da fikir vermək lazımdır. Faciə formasında tələffüz olunur. Başqa bir nümunə yazaq. Ailə. Bu sözün düzgün tələffüzü ailə formasındadır. Yəni, A-i sait hərf birləşməsi arasına y samiti artırılıbdır və A saiti də uzun tələffüz olunubdur. Düzgün transkripsiyada da qoşa nöqtə ilə bu göstərilibdir. Bir şey yadınızda saxlayın ki, bu qayda bütün sözlərə aid deyil. Yəni, bütün bu sait hərf birləşmələrinin iştirak etdiyi sözlərin hər birində biz y samiti artırıb və səs uzanması verməliyik deyə bir qayda yoxdur. Yəni, bütün sözlərə bu aid deyil. Gəlin, aid olmayan sözlərə də nümunə göstərək. Məsələn, yazıram ki, təbiət. Bu sözün düzgün tələffüzü təbiət formasındadır. Təbiət formasındadır. Yəni, İ-ə sait hərf birləşməsi arasına y samiti artırılıbdır. Və sözün tələffüzündə səs uzanması hadisəsi yoxdur. Ona görə də göstərilməyibdir. Və bu düzgün versiya hesab olunur. Əgər varsa göstərmiriksə, o yanlış olardı. Məsələn, ailə sözündə biz A saiti uzun tələffüz olunur. Biz onu transkripsiyada göstərməsəydik, o yanlış olardı. Amma tərbiyə sözünün tələffüzündə isə səs uzanması hadisəsi yoxdur deyə, orada İ-ə sait hərf birləşməsi arasında y samitini artırdıq və bu kifayət elədi. Başqa bir söz nümunə göstərək. Məsələn, dialoq. Bu sözün düzgün tələffüzü dialoq formasındadır. Baxın, İ-a sait hərf birləşməsi arasında y samiti artırılıb, sözün tələffüzündə səs uzanması hadisəsi olmadığına görə qeyd edilməyibdir. Və eyni zamanda burada q samiti k kimi tələffüz olunubdur. Bir daha qeyd edirəm. Sözün düzgün tələffüzünü müəyyən edən zaman ümumi qaydalardan biraz kənara çıxmaq lazımdır. Yəni necə? Yəni fikir verirsiniz ki, həmin sait hərf birləşməsinə y samiti artırılmalıdır. Gedib sözün düzgün tələffüzünü qeyd edərkən də sadəcə y samitinə fokuslanırsınız və beləcə sözün tələffüzünü yanlış qeyd edirsiniz.
Uzun tələffüz varsa onu göstərməlisiniz. Hansısa bir səs düşümü varsa onu etməlisiniz. Hansısa bir səs dəyişməsi varsa, yəni fonetik prinsip və qaydalara əməl etməklə sözün düzgün tələffüzünü qeyd etməlisiniz. Bu da belə. Daha bir məsələ, sosial şəbəkələrdə, xüsusilə də televiziyaların dilində, yəni televiziyada aparıcılıq eləyənlərin dilində oktyabr və noyabr sözlərinin oktyabr və noyabr vəziyyətində tələffüz olunmasıdır. Bu da yanlışdır. Gəlin həmin sözləri qeyd edək və onların düzgün versiyasına baxaq. Oktyabr, bir də yazırıq noyabr. Baxın, burada o saiti və burada da o saitini tələffüz edərkən onlar oktyabr və noyabr formasında tələffüz edirlər. Lakin bu yanlışdır. Bu sözün düzgün tələffüzü oktyabr formasındadır. Daha sonra noyabr formasındadır. Burada sizin diqqət yetirəcəyiniz başqa bir məsələ isə bırı samit birləşmələrinin arasında nə yazılışda, nə də tələffüzdə ı saitinin olmamasıdır. Baxın, tələffüzdə də yoxdur. Bu da belə. Təbii ki, deyə bilərsiniz ki, müəllim, kifayət qədər asan bir qaydadır. İndi fonetikadan qızıl qaydaları bu formada təqdim edirik. Ola bilər ki, hansısa biriniz, yəni bu videonu izləyən hər hansı bir şəxs, hər hansı bir müəllim, şagird, abituriyent bu qaydanı bilir. Lakin biz bunu bilməyənlər üçün izah edirik. Təbii ki, bilənlər də təkrar etmiş olur. Digər bir qaydamız isə, digər danışacağımız məsələ isə kar, keş və paz şəkilçisinin tələffüzü ilə bağlıdır. Şəkilçilərinin tələffüzü ilə bağlıdır. Belə ki, bu şəkilçilərin iştirak etdiyi sözlərin tələffüzündə şagirdlər, adətən şagirdlər səhv edirlər. Belə ki, burada ç samitini c kimi, burada da həmçinin ç samitini c formasında tələffüz edirlər. Gəlin, kar, keş və paz şəkilçilərinin iştirak etdiyi sözlərə baxaq. Sənətkar, zəhmətkeş, aşpaz. Aşpaz sözünün yazılışını da yadda saxlayın. Adətən bu sözü aşpaz formasında yazanlar və tələffüz edənlər var. Bu yanlışdır. Aşpaz formasında yazılır, elə aşpaz formasında da tələffüz olunur. Sənətkar sözü elə sənətkar formasında tələffüz olunur. Və yaxud da zəhmətkeş sözü zəhmətkeş formasında tələffüz olunur. Yəni, burada olan ç samiti c-ya keçmir. Sənətkar, zəhmətkeş formasında demirik. Burada ç elə olduğu kimi qalır. Aşpaz sözü də aşpaz formasında, aşpaz sözü də elə aşpaz formasında tələffüz olunur. Bəs burada şagirdlərin qarışdırdığı məsələ nədir? Adətən onlar bu tipli sözlərə görə səhv edirlər. Məsələn, yazırıq itkin. Daha sonra yazırıq sürtkü. Burada t-ç samitlərinin yanaşı işləndiyini görürük. Həmçinin burada da yanaşı işləniblər. Və şagirdlər burada itkin sözünü qaydaya uyğun olaraq itkin formasında tələffüz edirlər. Həmçinin sürtkü sözünü də sürtgü formasında tələffüz edirlər. Təbii ki, bunlar doğrudur. Və bu qaydalara, yəni bu sözlərə də əsasən sənətkar və zəhmətkeş sözlərini də həmin qaydaya uyğun tələffüz etmək istəyirlər ki, bu da yanlışdır. Nəyə görə yanlışdır? Çünki kar samit ilə bitən sözlərə qoşulan fars mənşəli kar, keş, paz şəkilçiləri fars dilindəki leksik mənasını saxladığı üçün yazıldığı kimi tələffüz olunur. Kar sözü iş anlamını ifadə edir. Keş çəkən anlamındadır, paz da bişirən anlamındadır. Yəni, mənasını saxladığına görə
biz bu şəkilçiləri elə olduğu kimi tələffüz edirik. Yəni sizdən soruşsalar ki, nəyə görə çar, keş, pas şəkilçiləri elə olduğu kimi tələffüz olunur, qeyd edərsiniz ki, fars mənşəli sözdür və mənasını saxlayır. Yəni çar iş deməkdir, keş çəkən deməkdir, paz da bişirən deməkdir. Bu mənaları saxladığına görə həmin şəkilçilər elə necə yazılırsa o cürdə tələffüz olunur. Bu da belə. Bura qədər izləyibsinizsə, əgər hələ də kanalımıza abunə deyilsinizsə, kanalımıza abunə olub bildirişləri aktiv edin. Növbəti günlərdə qızıl qaydalar, daha sonra digər mövzuların izahları, test izahları ilə də kanalımızda tanış ola bilərsiniz. Bura qədər videonu izləyib hələ də kanalımıza abunə olmamısınızsa, kanalımıza abunə olub bildirişləri aktiv edin ki, növbəti günlərdə qızıl qaydalar, test izahları, mövzu izahları, mətn tapşırıqları və sairələri kanala yerləşdirəndə dərhal məlumatınız olsun. Videonu daha çox uzatmaq istəmirəm. 2 qayda da deyəcəyəm və videonu yekunlaşdıracağam. Təbii ki, növbəti günlərdə qızıl qaydalar 2, qızıl qaydalar 3 və s. də davam edəcək. Təbii ki, siz abunə olub bizə dəstək olsanız. İndi isə danışacağımız məsələ bıdıcıcı samitləri, yəni bıdıcıcı deyirlər də onlara. Bıdıcıcı samitlərinin, yəni bıdıcıcı samitlərinin cingiltili tələffüz olunub-olunmaması məsələsi ilə bağlıdır. İndi isə biz danışırıq bıdıcıcı samitləri ilə bitən sözlərin tələffüzündən. Təbii ki, biz ümumi qaydadan danışmayacağıq, çünki burada qızıl qaydalar başlığı var və bu qızıl qaydalar başlığında sadəcə xüsusi məsələlərə toxunacağıq. Təbii ki, siz bilirsiniz ki, bu tipli sözlərdən sonra, yəni sonu bıdıcıcı samitləri ilə bitən sözlərdən sonra saitlə başlayan şəkilçi və ya söz gəldikdə son samit yazıldığı kimi tələffüz olunur. Belə sözlərdən sonra samitlə başlayan şəkilçi və ya söz gəldikdə isə son samit kar tələffüz olunur. Təbii ki, siz bunu bilirsiniz. Bizim toxunacağımız məsələ isə tamamilə fərqli bir məsələdir. Biz burada qeyd edək, sait, üstəgəl, samit, vergül, samit, plus, sait və samit. Baxın, bu birləşmələrdən indi danışacağıq. Yadınızda qalsın ki, sait plus samit, samit plus sait plus samit modeli olan təkcəli sözlərdə sondakı bıdıcıcı samitləri cingiltili tələffüz olunur. Yəni, sonda əgər bıdıcıcı gəlibsə, bıdıcı və c samitləri gəlibsə, cingiltili tələffüz olunur. Yəni, olduğu kimi qalır. Yəni, b kimi qalır, d kimi qalır, c kimi qalır, c da c kimi qalır. Nümunə göstərək. Məsələn, qab. Elə qab formasında tələffüz olunur. Baxın, samit, sait, samit. Samit, sait, samit. Bax, bu sxemə uyğun olan sözdür. Və yaxud da qeyd edirik ki, ad. Sait, samit qaydasına uyğundur. Sait, samit. Necə tələffüz olunacaq? Olduğu kimi, yəni cingiltili, elə ad formasında. Və yaxud da qeyd edirəm ki, sac. Necə tələffüz olunacaq? Təbii ki, saç yox, sac formasında. Nəyə görə? Çünki samit, sait, samit qaydasına uyğun olaraq samit, sait və samit formasında tələffüz olunur. İndi deyə bilərsiniz ki, müəllim, bəs bu tutaq ki, 4 hərfdən ibarətdirsə, yəni burada 2, burada 3 hərf var. 4 hərfdən ibarət olanda nə baş verir? Ümumiyyətlə, sözün sonunda b, d, c samitləri gəlibsə və tək formada qalıbsa, yəni özündən sonra saitlə başlayan şəkilçi və ya söz, eyni zamanda samitlə başlayan şəkilçi və ya söz gəlməyibsə, o sözün sonunda olan cingiltili samitlər kar tələffüz olunur. Məsələn, qeyd edək ki, qəlb. Necə tələffüz olunur? Qəlb formasında. Məsələn, qanad. Necə tələffüz olunur? Təbii ki, qanat formasında. Daha sonra, məsələn, tüfəng. Necə tələffüz olunur? Elə tüfəng formasında. Yəni, 2 samitinə keçir. Və yaxud da ağac.
ağac formasında tələffüz olunur. Yəni sözün sonunda b, d, c, c samitləri gəlibsə, kar tələffüz olunur. Sadəcə olaraq sait-samit, samit-sait, samit qaydalarında isə həmin sözlərin sonunda olan b, d, c, c samitləri necə yazılırsa, elə o formada da tələffüz olunur. Yəni cingiltili tələffüz olunur. Bu da belə. İndi isə vurğu ilə bağlı bir məsələyə toxunacağıq. İndi isə vurğudan danışacağıq. İndi mən sizə sual versəm ki, Azərbaycan sözündə vurğu hara düşür? Təbii ki, deyəcəksiniz ki, sonuncu hecəyə. Azərbaycan. Demirik ki, Azərbaycan, 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 Azərbaycan. Vurğu sonuncu saitin üzərindədir. Düzdürmü? Vurğunun tapılması ilə bağlı əgər hər hansı bir çətinliyiniz varsa, kanalımıza abunə olun və növbəti videolarda biz vurğu ilə bağlı məsələlərə də toxunacağıq. Ən sadə formada izahımız olacaq. Və yaxud da vətən sözünə baxaq. Vətən demirik, vətən deyirik. Düzdürmü? Vətən, yəni sözün sonunda olur. Bugün mübahisəli bir məsələ haqqında danışacağam. Bir çoxları Azərbaycan sözünün tələffüz zamanı vurğunun yalnız sona vurulmalı olduğunu deyirlər. Yəni dilimizin qaydasına uyğun olaraq Azərbaycan deyilməlidir. Yəni vurğu sonda deyilməlidir. Və sözün xüsusən bədii qiraət zamanı Azərbaycan formasında tələffüz edilməsi doğru hesab olunmur. Lakin qaydalara görə sözdən xitab kimi istifadə olunduqda vurğu əvvəlki hecalara keçə bilər. Məndən ötdü, qardaşıma dəydi şeirini yəqin ki, xatırlayırsınız. Yəni şeirdən də göründüyü kimi Azərbaycan sözündə vurğu saitinin üzərində Azərbaycan və yaxud da vətən sözündə də həmçinin vətən formasında tələffüz olunur. Yəni xitab formasında işlənərkən Azərbaycan və yaxud da vətən bu tipli sözlərdə vurğu əvvəlki saitin üzərinə keçə bilər. Bunu da əlavə məlumat olaraq qeyd edin. Bir qaydadan da danışaq. Demişdim, 2 qayda deyəcəm, yekunlaşdıracağıq, amma bir qayda da deyək, yekunlaşdıraq. Qaydamız budur ki, yadınızda qalsın ki, sait səslərin uzun tələffüz olunması fərqli məqam deyil. Fərqli məqam nə deməkdir? İndi bundan təbii ki, növbəti qızıl qaydaları da danışacağıq. Fərqli məqam səs düşümüdür, səs artımıdır, səs dəyişməsidir. Bunlar fərqli məqamlardır. Lakin səs uzanması fərqli məqam hesab olunmur. İndi bunu qeyd etdiyim kimi növbəti dərslərdə daha geniş danışacağıq. Lakin uzun tələffüz, bir daha qeyd edək, transkripsiyada göstərilməyibsə, onda bu yanlış tələffüzdür. Bunu mütləq yadınızda saxlayın. Gəlin bir nümunə qeyd edək. Ədalətlə. Ədalətlə. Bu sözün düzgün tələffüzü ədalət. Ədalətlə formasındadır. Fikir versəz, burada l samiti n samitinə keçibdir. N samiti səs artımı hadisəsidir və burada səs uzanması hadisəsi də var. Əgər siz bu sözü ədalətlə formasında tələffüz etsəydiniz, bu yanlış olardı. Təbii ki, burada l samiti n samitinə keçibdir və əlavə səs artımı hadisəsi də var. Sadəcə olaraq səs uzanması hadisəsi olan sözlərdə səs uzanmasının göstərilməməsi, yəni qoşa nöqtə vasitəsilə göstərilməməsi həmin sözün yanlış təhlil edilməsi, yəni yanlış tələffüz edilməsi deməkdir. Ona görə də tələffüz zamanı mütləq şəkildə qoşa nöqtə işarəsi, əgər səs uzanması varsa, qoşa nöqtə işarəsi mütləq qoyarsınız. Bu da belə. Son olaraq isə, əgər dərs sizə faydalı oldusa, mənə dəstək olmaq üçün videonu bəyənməyi, dostlarınızla, həmkarlarınızla paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Yeni videolardan xəbərdar olmaq üçün isə zınqrov işarəsini aktiv edin. Dəstəyiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənə qədər. Hələlik.